Azərbaycanın qədim qaim ərazilərindən biri də Şirvan bölgəsidir. Bu ərazidə böyük tarixi əhatə eləyən Şirvanşahlar dövləti mövcud olub. Eramızın 2-ci əsrində yaşamış Yunan coğrafiyaşünası Klavdi Ptolemeyin adını çəkdiyi Şamaxı şəhəri uzun müddət Şirvanşah dövlətinin paytaxtı olub. Şamaxı Azərbaycanın ən qədim tarixi məkanlarından biridir. Nəinki Azərbaycanın, bütün dünyanın qədim tarixi məkanlarındandır. Yəni, belə deyək, Azərbaycan tarixinin hər səhifəsində Şamaxı var və bu səhifələr bizim xalqımızın qürur mənbəyidir. Şamaxı şəhərinin toponimik cəhətdən adının izahı bir çox toponimiklər tərəfindən verilmişdir, amma ən inandırıcısı Şamaxının qədim türk tayfaları olan Kimaklara bağlı olmasıdır. Qədim türk tayfaları olan Kimaklar bu ərazidə yaşadıqları bəllidir və ona görə də bu şəhərin adının qədim Kimaklarla bağlı olduğunu bəzi toponimiklər düşünür. Yollar ayrıcında mədəniyyət qovşağında yerləşən Şamaxı, qədim dövlətçilik tarixi olan Şirvanın uzun müddət baş şəhəri olub mədəniyyət paytaxtı sayılır. Ullarımızın tarixən məskunlaşdığı bu məkanın tarixi, tarix nişanələri uzaq əyyamlardakı həyat tərzindən, yaşayış qaydalarından nişan verir. Bəzi tədqiqatçılar isə düşünürlər ki, Şamaxı digər qədim türk tayfası olan Jemax tayfalarının adı ilə bağlıdır. İstənilən halda bu ərazi qədim türk torpağıdır, bu ərazi qədim türklərin tarixi vətənlərindəndir və burada olan adların, izahların böyük əksəriyyəti türk adlarına bağlanır. Qədim tarixi, zəngin mədəniyyəti ilə həmişə hər zaman fəxr etdiyimiz qocaman şərqin ən ulu, ən şöhrətli poeziya beşiklərindən biri, Şamaxının ərazisində mövcud olan hər hansı bir şəhərgah ərazisinə, nekropola, hər hansı bir qalaya, hər hansı bir qəbristanlığa, sərdabiyə üst tutsun, Şamaxının qədim tarixindən, zəngin mədəniyyətindən sonra qalarsan. Şamaxı rayonunun ərazisində dövlət mühafizəsinə götürülmüş 71 abidə mövcuddur ki, onun da biri dünya əhəmiyyətli, 23-ü ölkə əhəmiyyətli, 47-si yerli əhəmiyyətlidir. Son illərdə Şamaxı rayonu ərazisində 22 yeni abidə aşkar olunub ki, onlardan da 6-sı su ovdanlarıdır. Araşdırıcıların gəldiyi qənaətə görə ulu əcdadlarımız Şirvanda paleolit dövründən məskunlaşıb. Qobustan qayaüstü təsvirləri Şirvanın, eləcə də Azərbaycanın mədəni irsinin nadir nümunələrindəndir. Şamaxı şəhərinin qədim ərazilərində bir neçə təbəqələrdə yaşayış olub. Ən qədim təbəqə Kür-Araz mədəniyyəti sakinlərinin qəbirlərinin aşkar olunduğu məkandır. Arxeoloji tədqiqatlar göstərir ki, Şamaxıda ulu əcdadlarımızın yaşam qaydaları Makedoniyalı İskəndərin dövrünə gedib çıxır. (861-ci ildən rəsmən Şirvanşahlar dövləti yaranıb, amma 917-ci ildən etibarən, bəzi tarixlərə görə 918-ci ildən etibarən Şamaxı paytaxt şəhəri olub və bu paytaxt şəhəri Şamaxının 1859-cu ilə qədər sürmüşdür. Şamaxı tarixdə yüzlərlə zəlzələyə şahidlik etmiş, lakin mövcudluğunu qoruyub saxlaya bilmiş şəhərlərimizdən biridir. Ona görə ki, Şamaxı Böyük İpək yolunun kəsişmə nöqtəsində yerləşən bir şəhər idi. Şəhər dağılır, lakin ticarət həyatı burada davam edirdi. Xarici ölkələrdən, Hindistandan, Fransadan, Rusiyadan gəlmiş tacirlərin belə deyək, görüşmə nöqtəsi idi Şamaxı. Ona görə Şamaxı mövcudluğunu qoruyub saxlaya bilmişdir. Tarix-Diyarşünaslıq muzeyi tarixi abidələrin qorunduğu bir məkandır. 17-18-ci əsr Şamaxının qədim maketi muzeyə ayaq basan hər bir müsafirdə bu qədim məkan barədə ilkin təəssürat yaradır. Bizim ən məşhur abidələrimiz, memarlıq abidələrimiz, Şirvanşahların istehkam qalaları olan Qaley Bəyqurd qalası, hansı ki 11-12-ci əsrlərdə bünövrəsi qoyulub. Gülüstan qalasıdır, 8-9-cu əsrlərdə bünövrəsi qoyulub və təbii ki 16-cı əsrə qədər, odlu silah icad olunana qədər həmin qalalar müdafiə istehkamı xarakterini daşıyıb və Şamaxı rayonunun ərazisində 7 günbəz abidəsi, Göylər kəndində türbə,
Pirmərdəkan xanəgahı, Şamaxının Kələxana kəndində Kələxana türbələri və s. Yəni bu siyahını çox uzatmaq olar. Şamaxı ərazisində yaşayan tayfaların da böyük əksəriyyəti türk mənşəli tayfalardır. Məsələn, Təklə dediyimiz cəmaətlıq Təkəli tayfalarına bağlıdır. Quşçu dediyimiz cəmaətlıq Kuşan imperatorluğuna bağlıdır. Padar tayfalarla Padar tayfalarına, qədim türk tayfalarına Padarlara bağlıdır. Və s. Ümumiyyətlə, Şamaxı ərazisində mövcud olan yer adları, tayfa adlarının böyük əksəriyyəti türklərə bağlıdır. Məsələn, bunların içərisində Quşçu cəmaətlığını xüsusilə vurğulamaq istəyirəm ki, tarixdə ən qədim türk dövlətini Hunlar yaradıb. Bilirik, Böyük Hun imperatorluğu eramızdan əvvəl 3-cü əsrdə mövcud olub. Bundan sonra ikinci böyük türk dövlətinin yaradıcısı məhz deməli Kuşanlardır. Eramızın 1-3-cü əsrlərində indiki Qazaxıstan, Mərkəzi Asiya, Əfqanistan, İran ərazilərini əhatə edən böyük bir imperatorluq qurmuş bu Kuşan tayfaları sonradan bu Kuşan dövlətinin tayfaları bu ərazidə məskunlaşmışlar, hətta Qafqaza qədər də gəlib çıxmışlar və bugünkü Şamaxı ərazisində olan Quşçu toponimi, Quşçu kəndi, o cümlədən Azərbaycanın məsələn Xocavənd rayonunda, Azərbaycanın Laçın rayonunda, ümumiyyətlə Azərbaycanın bir çox rayonlarında, hətta Gürcüstan ərazisində, Ermənistan ərazisində Quşçu toponimləri vardır ki, bu toponimlərdə bir çox tarixçilər hesab edirlər ki, məhz qədim Kuşan imperatorluğuna aid olan yer adlarıdır, tayfa adıdır. Azərbaycanın ən qədim məscidi Şamaxıdadır. 743-cü ildə inşa edilib. Şirvan şahları elmi, mədəniyyəti, ədəbiyyatı himayə edirdilər. Şamaxıda öz dövrünün Şirvan Elmlər Akademiyası yaradılıb. Burada Ömər Kafiyyəddin Təbib, Fələki Şirvani, Xaqani Şirvani, Nəsimi kimi dahilər yaşayıb. Ən qədim abidələrimizdən biri də 743-cü ildə əsası qoyulmuş Cümə məscididir ki, hal-hazırda biz onun həyətindəyik və təbii ki, Cümə məscidi 2013-cü ildə əsaslı şəkildə yenidən qurmadan sonra dindarların və ictimaiyyətin istifadəsinə verilib. Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunub. 1859-1902-ci illərdə baş vermiş zəlzələdə ciddi ziyan çəkib. 1918-ci ilin mart soyqırımı zamanı erməni quldurları tərəfindən yandırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2010-2013-cü illərdə əsaslı bərpa olunaraq yenidən tikilib. Padar tayfaları ilə bağlı bir çox alimlər tədqiqat aparıblar. Məmməd Həsən Vəliyevdir, Zəki Vəlidir Toğandır. Padar tayfalarının mənşəyi ilə bağlı real olan nəzəriyyə hesab olunur ki, Zəki Vəli Toğanın nəzəriyyəsi var ki, Padar tayfaları 10 Uyğur tayfalarından biridir. Bəzi mənbələrdə göstərilir ki, sonradan Şah Abbasın dövründə bura köçürülüblər. Şah Abbasın dövründə bura köçürmə olub. Amma Padar tayfaları Azərbaycan ərazisində daha qədim dövrlərdə yaşayıb və bu da tarixi mənbələrdən sabitdir. Yeddi Günbəz qəbristanlığı Şamaxı şəhəri ilə üz-üzədir, göz-gözədir. Biraz qabaqda Şah Xəndan qəbristanlığı, arxada Böyük Mirzə Ələkbər Sabirin məqbərəsi. Bu yerdə torpağın altı da tarixdir, üstü də. Şərqin nadir memarlıq incilərindən sayılan 7 Günbəz memarlıq kompleksi 18-19-cu əsrlərdə inşa olunub. Təbii ki, bu abidələrdə, bu günbəzlərdə Şamaxının sonuncu hakimi Mustafa xanın ailə üzvləri dəfn olunub. Mustafa xanın anası və evladları. Mustafa xanın bildiyimizə görə böyük külfəti olub, 9 zövcəsindən 13 evladı olub. Mustafa xanın ailəsi bu günbəzlərdə dəfn olub.
Şamaxı eyni zamanda belə deyək, pirlərin də çox olduğu bir ərazidir. Pirlər də tarixin öyrənilməsində həm inanc məsələsi olaraq önəmlidir, həm də tarixin öyrənilməsində xüsusi rolu var. Məsələn, bunlardan biri olan biz Qoç Baba piri deyirik. Məsələn, Ağsu ərazisində, Kürdəmir ərazisində buna Qoçlu pir deyirlər. Bu da həm İslama bağlı olan bir məkandır, həm də türk dünyasına. Bilirik ki, Qoç toponimi türklərdə çox önə çəkilmiş bir toponimdir. Məsələn, Ağsu rayonunun Nöycü kəndində Qoçlu pir deyilən bir ərazi ki var. Burada əski əlifba ilə yazılmış baş daşları var və qoç fiqurlar var, bir cüt qoç fiquru var. Bunların da çox qədim tarixi var. Qoçlu piri bizim Şamaxı rayonunun Quşçu kəndi ərazisində var. Yəni bunlar eyni cəmaatlıqdır, eyni obadır. Azərbaycanın Kürdəmir, Ağsu, Şamaxı ərazilərində bu adamlar yaşayırlar. Bu ərazinin tarixi mövcudluğunun göstəricilərindən biridir bu Qoçlu pir. Qədim Oğuz yurdu Şirvanın, Şamaxının söz sənət adamları adlandı. Hər biri sözün geniş səmasında aydın görünən nurlu ulduzlardır. Odur ki, çox haqlı olaraq Şamaxı 2015-ci ilin ədəbiyyat paytaxtı elan olunub. Ulu Xaqanidən üzü bəri Seyid Əzim Şirvani, Mirzə Əkbər Sabir, Abbas Səhət, Məhəmməd Hadi kimi neçə şirvanilər var ki, Azərbaycan ədəbiyyatının yeni ədəbi məktəblərinin müəllifləri olmuşlar. Təsadüf deyir ki, Xaqani Şirvani böyük qürur hissi ilə deyirdi: əgər şair deyil, peyğəmbər olsaydı mənim adım, aləm mənə beyyət edib deyərdi, Kəbə Şirvandır. Doğrudan da Şamaxı şeir, mədəniyyət, elm mərkəzi kimi tarixə düşmüşdü. Və çox sevindirici haldır ki, Şamaxı 2015-ci ildə Azərbaycanın ədəbiyyat paytaxtı elan olundu. Və təbii ki, bu da sənətsevərlərin, o cümlədən biz Şamaxılıların ürəyindən xəbər verdi. Hələ 19-cu əsrdə yeni mədəniyyət tipi olan ədəbi məclislərin Şamaxıda formalaşması, intişar tapması da belə deyək ki, Azərbaycan mədəniyyətinin yeni bir səhifəsini yaratdı. Mahmud Ağanın rəhbərlik etdiyi Mahmud Ağa məclisləri, böyük ustad şairimiz Seyid Əzim Şirvaninin rəhbərliyi ilə həyata keçən Beytüs-Səfa ədəbi məclisi misal göstərmək olar ki, neçə sənət sahibləri bu meydanda, bu mərkəzdə imtahan verdilər, söz mülkünə qovuşdular. Həm də çox önəmli bir faktdır ki, bu ədəbi məclislər yalnız şeir sənət məclisi kimi tanınmırdı. Burada Azərbaycanın həm də mətbəxi, Azərbaycanın rəqsi, Azərbaycan həm də belə deyək ki, müasir anlamda ədəbi tənqidi bu məclislərdə formalaşırdı. Təsadüf deyil ki, məşhur fransız yazıcı Alexandre Dumas məhz Şamaxıda Mahmud Ağanın məclisində olarkən sonralar özünün xatirələrində, məşhur əsərində qeyd edirdi ki, mən Şamaxıda həm bu xalqın, Azərbaycan xalqının mədəniyyətini, mətbəxini, həm də eyni zamanda onun musiqisini, rəqsini görüb ona valih oldum. Bu mənada bu günlərdə Azərbaycan poeziyasının yenə deyək ki, bir parçası olan Şamaxıda şeir sənət yenə əvvəlki kimi inkişaf etməkdədir. Çünki onun çox zəngin ədəbi təcrübəsi, ədəbi ənənəsi, ədəbi məktəbi var.